Salam, bugün sənin üçün çox-çox maraqlı bir mövzunu, iradə gücünü araşdıracağıq. Yəni, hamımız gündəlik həyatda bununla üzləşirik, elə deyilmi? Daha sağlam yemək istəyirik, işləri vaxtında bitirmək, telefona az baxmaq. Bəzən olunur, amma bəzən də. Niyə bu qədər çətin olur axı? Bugün əlimizdəki əsas mənbə Kelly McGonigal'ın İradə Gücü İnstinkti adlı həqiqətən də çox dəyərli araşdırmasıdır. Məqsədimiz də bu kitabdan ən vacib, bəlkə də ən təəccüblü məqamları sənin üçün üzə çıxarmaqdır. Yəni, iradə gücü nədir, niyə bəzən elə bil bizi aldadır və ən əsası onu necə daha yaxşı idarə edə bilərik. Elə bil ki, öz beynimizin bu funksiyası üçün bir neçə əsas fənd, belə deyək, öyrənirik də. Bəli. McGonigal iradə gücünü sadəcə möhkəm olmaq kimi baxmır. Heç də elə deyil. O bunu biologiya, psixologiya, hətta nevrologiyanın kəsişdiyi bir mürəkkəb bir mexanizm kimi təqdim edir. Biz də bugün çalışacağıq ki, bu mexanizmin içindəki ən vacib detalları, yəni sənin üçün ən faydalı ola biləcək nöqtələri aydınlaşdıraq. Başlayaq onda. Başlayaq. Deməli, əvvəla McGonigal iradə gücünü 3 fərqli bacarıq kimi təqdim edir. Qısaca desək, birincisi edəcəyəm gücü, yəni çətin olsa da vacib olanı etmək. Məsələn, dediyim kimi, səhər yorğun olanda belə idmana getmək. Sonra gəlir etməyəcəyəm gücü. Bu da ani istəklərə, cazibələrə yox demək bacarığıdır. Və nəhayət istəyirəm gücü. Əsl hədəflərimizi, yəni bütün bunları niyə etdiyimizi xatırlama. Bax, bu sonuncusu çox vaxt unudulur. Amma deyəsən çox vacibdir. Tamamilə doğrudur, çox vacibdir. Və bu 3 bacarığın, belə deyək, mərkəzi idarə etmə paneli beynimizin ön hissəsində yerləşən prefrontal korteksdir. Bura bizim sanki CEO mərkəzimiz kimidir. Planlaşdırır, qərar verir, impulsları, istəkləri cilovlayır. Bu bölgənin nə qədər kritik olduğunu o Phineas Gage hekayəsi çox dramatik şəkildə göstərir. 19-cu əsrdə bu dəmir yolu işçisi dəhşətli bir qəza keçirir, bilirsiniz yəqin. Dəmir çubuq onun başından keçir və prefrontal korteksini zədələyir. O fiziki olaraq sağ qalır, amma şəxsiyyəti, xarakteri tamamilə dəyişir. Əvvəlki sakit, məsuliyyətli Gage olur, impulsiv, səbirsiz, hətta kobud biri. Bu iradə gücünün təkcə xarakter məsələsi olmadığını, konkret bioloji, nevroloji əsasının olduğunu göstərən kədərli, amma çox ibrətamiz bir hadisədir. Deməli, bu həmmizdə, bütün insanlarda olan bir sistemdir əslində, amma yenə də sual qalır. Bəs niyə bəzən bu qədər çətinlik çəkirik? Mənbəyə görə bunun bir səbəbi var. Beynimizin və bədənimizin fərqli vəziyyətlərdə fərqli reaksiyalar verməsidir. Xüsusilə də stres anında. Bəli, stres faktoru burada çox önəmlidir. Bədənimizin 2 əsas, belə deyək, cavab rejimi var. Biri çox məşhurdur, vur ya qaç reaksiyası. Təhlükə anında işə düşür. İstər qədim dövrdəki o pələng olsun, istərsə də müasir dövrdəki, məsələn, iş stresi. Bədən ani hərəkətə hazırlaşır, enerji əzələlərə yönəlir və düşünülmüş qərarlar vermək qabiliyyətimiz, yəni prefrontal korteksin fəaliyyəti demək olar ki, dayanır, arxa plana keçir. Çünki təhlükə anında çox düşünməyə vaxt yoxdur, sağ qalmaq lazımdır. Digər reaksiya isə McGonigal bunu çox maraqlı adlandırır, dur və planlaşdır reaksiyası. Bu daha çox daxili münaqişə anında, məsələn, o ləzzətli görünən tort diliminə yox deməyə çalışanda işə düşür deyəsən. Elədir. Həmin an bədən sakitləşir, nəfəs yavaşlayır, enerji beynə məhz o dediyimiz prefrontal korteksə yönəlir ki, daha ağıllı, daha uzun müddətli bir qərar verə bilək. Problem də elə bundadır ki, bu 2 sistem sanki bir-biri ilə rəqabət yaparır. Stresli olduğumuz zaman vur ya qaç rejimi daha güclü olur, dominantlıq edir və iradə gücü üçün lazım olan beyin resurslarını sanki oğurluyur. Buna görə də stres altında olanda daha impulsiv oluruq, asan həzlərə, ani rahatlığa daha çox meyl edirik, daha çox yeyirik, bəlkə daha çox alış-veriş edirik, sosial mediada daha çox vaxt keçiririk. Məsələn, böyük iqtisadi böhranlar və ya fəlakətlər zamanı insanların siqaret, spirtli içki istifadəsinin, qeyri-sağlam qidalanmanın artması buna çox bariz nümunədir. Stres həqiqətən də sözün əsl mənasında iradə gücünün düşmənidir. Yaxşı, bəs yaxşı xəbər varmı? Bu mənfi təsiri azalda bilərikmi? O,
dur və planlaşdır reaksiyasını gücləndirmək üçün nəsə etmək mümkündür? Mənbədə çox sadə, amma deyəsən çox təsirli bir üsul vurğulanır. Yavaş tənəffüs. Elədir? Bəli, bəli, bu çox güclü bir vasitədir, heç də kiçik görmək olmaz. Dəqiqədə 4-6 nəfəs almaq, yəni hər nəfəs alıb vermənin təxminən 10-15 saniyə çəkməsi bu bədənin bütün fizioloji vəziyyətini dəyişir. Ürək döyüntüsü daha nizamlı olur, sinir sistemi sakitləşir və ən əsası prefrontal korteksə daha çox qan, daha çox oksigen gedir. Bu bədəni o stres rejimindən çıxarıb özünə nəzarət rejiminə keçirir. Hətta 1-2 dəqiqəlik belə bir yavaş nəfəs məşqi ani bir istəklə mübarizə apardığın zaman və ya stresli bir vəziyyətdə sənə çox kömək edə bilər. Mənbədəki o həkim köməkçisi Nathan'ın təcrübəsi kimi, yəni stresli anlarda bunu bir vərdiş halına gətirmək çox faydalı olar. Çox praktik səslənir, həqiqətən. Deməli, iradə gücü təkcə zehni bir mübarizə deyil də, həm də bədənimizin vəziyyəti ilə, fiziolojiyamızla sıx bağlıdır. Stresi azaltmaq, hətta sadəcə düzgün nəfəs almaqla belə özümüzə kömək edə bilərik. Maraqlıdır. Bəs iradə gücünün tükənməsi məsələsi? McGonigal onu bir əzələyə bənzədir deyir, istifadə etdikcə yorulur. Bu nə dərəcədə doğrudur? Bu analogiya yerindədirmi? Bu əzələ analogiyası çox populyardır, bəli, və müəyyən bir həqiqət payı var içində. Yəni, özünə nəzarət tələb edən bir tapşırığı yerinə yetirdikdən sonra, məsələn, çox çətin bir işə uzun müddət fokuslandıqdan sonra, növbəti özünə nəzarət tələb edən tapşırıqda, məsələn, o şirniyyatdan imtina etməkdə daha çox çətinlik çəkirik. Buna elmdə ego tükənməsi də deyirlər. Əvvəllər bunun birbaşa beyin enerjisi, xüsusən də glukoza səviyyəsi ilə bağlı olduğu düşünülürdü. Hətta bəzi təcrübələr var idi. Limonad təcrübəsi deyəsən. Bəli, şəkərli içkilərin müvəqqəti kömək etdiyini göstərən, amma sonraki daha dəqiq araşdırmalar göstərdi ki, məsələ daha mürəkkəbdir. Beyin daha çox enerjinin özünə yox, onun dəyişməsinə, yəni azalıb artmasına reaksiya verir. Məsələn, qan şəkəri düşəndə, beyin bunu potensial qida qıtlığı kimi qəbul edib təcili enerji tap, risk elə, siqnalı verə bilər. Bu da bizi ani həzz axtarmağa, impulsivliyə sövq edir. Başa düşdüm. Yəni, şəkərli bir şey yemək qısa müddətə bəlkə də kömək edir, amma uzun müddətli strategiya deyil. Əslində, əksinə, qan şəkərini qəfil qaldırıb, sonra saldığı üçün problem yarada bilər. Əsas məsələ qan şəkərini sabit saxlamaqdır. Bunu da yəqin ki, balanslı, aşağı glisemik indeksli qidalanma ilə etmək olar. Yaxşı, bəs bu əzələni, bu iradə gücü, bacarığını məşq etdirmək mümkündürmü? Onu gücləndirə bilərik? Bəli, mümkündür. Maraqlısı budur ki, bunu kiçik ardıcıl məşqlərlə etmək olar. Prefrontal korteksi, o CEO mərkəzini gücləndirmək mümkündür. Məsələn, gündəlik həyatda özünə kiçik bir özünə nəzarət tapşırığı seçə bilərsən. Adi halda istifadə etmədiyin əllə dişini fırçalamaq və ya danışığında müəyyən bir parazit sözü, məsələn, yəni sözünü istifadə etməməyə çalışmaq. Yaxud hər gün cəmi 5 dəqiqə meditasiya etmək, diqqətini nəfəsinə yönəltmək. Bu kiçik gündəlik çətinliklər ümumi iradə gücü əzələsini möhkəmləndirir və zamanla daha böyük sınaqların öhdəsindən gəlməyə kömək edir. Amma burada da bir məqam var, həddi aşmamaq vacibdir. Çünki özünü həddən artıq yükləmək də əks effekt verə bilər, tükənə bilərsən. Balans lazımdır. Çox aydındır. Deməli, iradə gücü həm bizim biologiyamızla bağlıdır, həm də məşq etdirilə bilən, gücləndirilə bilən bir bacarıqdır. Amma gəlin etiraf edək ki, bəzən problem təkcə yorğunluq, stres və ya məşq əskilliyi olmur. Bəzən elə bil beynimiz özü bizi tələyə salır. McGonigal kitabında bir neçə belə psixoloji tələdən bəhs edir. Hansılar daha çox diqqətə layiqdir səncə? Hansılarla daha çox rastlaşırıq? Məncə, 2 tələ var ki, xüsusilə çox maraqlıdır və həddindən artıq yayğındır. Bunları bilmək çox vacibdir. Birincisi, dopamin yalanı. Dopamin beyində həzz və motivasiya ilə əlaqəli olan bir neyrotransmitterdir, bunu bilirik. Problem ondadır ki, dopamin bizə əsasən həzzin özünü yox, onun vədini verir. O sanki pıçıldayır, get onu al, onu et, çox yaxşı olacaq. Bu istəyi alovlandırır, bizi hərəkətə keçməyə sövq edir. Bir dəqiqə, bu necə bir yalandır ki? Biz axı həzz almaq üçün hərəkət edirik, elə deyil? Edirik, amma dopaminin yaratdığı o gözlənti, o vəd
çox vaxt reallıqdan əldə etdiyimiz həzdən daha güclü olur. Bax, müasir texnologiyalar, sosial media bildirişləri, sonsuz yenilənən o lentlər, video oyunlar, bunlar məhz bu dopamin sistemini istismar etmək üçün dizayn edilib. Hər bildiriş, hər like, hər yeni xəbər kiçik bir dopamin partlayışı yaradır və beyinə daha çox istə, daha çox axtar siqnalı verir. Amma o daha çoxa çatanda əsl məmnuniyyət hissi ya çox qısa olur, ya da bəzən heç olmur. Bu əslində həzz axtarışı deyil, sonsuz bir istək dövranıdır. Hətta Parkinson xəstələrində dopamin səviyyəsini artıran dərmanların bəzən kompulsiv qumar, alış-veriş, həddindən artıq yemək kimi çox ciddi yan təsirlərə səbəb olması da dopaminin bu güclü, amma çox aldadıcı təbiətini göstərir. Qısası, biz istəyi çox vaxt xoşbəxtliklə səhv salırıq. Beynimiz bu səni xoşbəxt edəcək deyir, biz də inanırıq. Çox düşündürücüdür həqiqətən. Deməli, telefonumuzu hər dəfə əlimizə alanda, o sosial mediada nəsə axtaranda, əslində beynimiz bizi bu dopamin vədi ilə aldadır ola bilər. Çox güclü tələdir. Bəs ikinci vacib tələ hansı idi? İkinci vacib tələ cəhənnəmə ki effektidir. What the hell effect. Bu, çox tanış gələcək yəqin ki və onunla mübarizə üsulu olaraq özünə şəfqət məsələsi var. Bu effekt adətən bir səhv etdikdən, bir büdrəmədən sonra yaranır. Məsələn, deyək ki, sən pəhrizdəsən, amma özünü saxlaya bilməyib bir dilim tort yedin. Dərhal özünü günahkar, iradəsiz, zəif hiss edirsən. Bu mənfi hisslər isə çox vaxt paradoksal olsa da bizi daha da pisliyə sürükləyir. Beyin deyir ki, onsuz da bacarmadım, pəhriz pozuldu, cəhənnəmə ki, qoy onda bütün tortu yeyim. Bu, cəhənnəmə ki effektidir. Stres də eyni effekti yaradır. Özümüzü pis hiss edəndə təsəllini çox vaxt zərərli vərdişlərdə axtarırıq. Onsuz da hər şey pisdir, qoy heç olmasa bundan həzz alım. Bəs bunlar necə mübarizə aparmaq olar? Çıxış yolu nədir? Yəqin ki, özümüzü daha çox qınamaq, daha sərt olmaq lazımdır. Qətiyyən. Bax, burada da bir tələ var. Tam əksinə. McGonigal çoxsaylı araşdırmalara əsaslanaraq deyir ki, günahkarlıq və özünü sərt şəkildə qınamaq iradə gücünü bərpa etmir. Əksinə, onu daha da azaldır və cəhənnəmə ki effektini gücləndirir. Əsl kömək edən şey özünə qarşı anlayışlı və şəfqətli olmaqdır. Yəni, səhv etdiyini qəbul etmək, bunun insan təbiətinin bir parçası olduğunu, hər kəsin büdrəyə biləcəyini anlamaq və özünə sərt ittihamlar yağdırmaq əvəzinə daha anlayışlı yanaşmaq. Yaxşı, bu dəfə belə oldu, bu mənim pis və ya iradəsiz olduğum demək deyil, gələn dəfə daha yaxşı edərəm demək. Mənbədə bir təcrübə var, pəhrizdə olub şirniyyat yeyən qadınları iki qrupa bölürlər, bir qrupdan özlərinə şəfqət göstərmələri xahiş edilir, nəticədə bu şəfqət göstərən qadınlar sonraki DAT testi adlanan mərhələdə özünü qınayan qadınlardan əhəmiyyətli dərəcədə daha az şirniyyat yeyiblər. Deməli, özünü bağışlamaq, təslim olmaq deyil. Əksinə, gücü bərpa etmək və yenidən motivasiya tapıb cəhd etmək üçün çox vacib bir addımdır. Bu həqiqətən çox vacib bir məqamdır. Çünki bizim cəmiyyətdə də ümumiyyətlə belə bir fikir var ki, özümüzə qarşı nə qədər sərt olsaq, o qədər güclü, o qədər iradəli olarıq. Amma elm deyir ki, əslində tam əksiymiş. Özünə şəfqət daha çox kömək edir. Yaxşı, bəs gələcək hədəflərimizlə bağlı problemlər. Niyə uzun müddətli vacib planlar qururuq, amma çox vaxt ani həzzlərə, qısa müddətli istəklərə daha çox üstünlük veririk? Bu da çox fundamental bir problemdir. Buna gecikməni endirimləmə deyirlər psixologiyada. Qısası, beynimiz üçün indi, bu dəqiqə əldə edə biləcəyimiz kiçik bir mükafat, gələcəkdə, məsələn, bir həftə sonra əldə edəcəyimiz daha böyük bir mükafatdan daha cəlbedici, daha real görünür. Sanki gələcəyin dəyərini azaldırıq, endirimləyirik. Məsələn, bugün 10 manat, yoxsa gələn ay 100 manat. Çox adam bugün 10 manatı seçər. Baxmayaraq ki, əslində uzun müddətli hədəfləri istəyirik, sağlam olmaq, maliyyə təminatı, karyerada uğur qazanmaq. Amma ani bir istək, ani bir cazibə qarşımıza çıxanda çox vaxt seçimimiz dəyişir, zəiflik göstəririk. Bununla necə mübarizə aparmaq olar bəs? O gələcəyi necə daha real, daha cəlbedici edə bilərik beynimiz üçün? Bunun üçün də bir neçə sadə, amma təsirli strategiya var. Məsələn, məşhur 10 dəqiqə qaydası. Ani güclü bir istək gəldikdə, məsələn, sigaret çəkmək, sosial mediaya baxmaq, lazımsız bir şey almaq istəyinə,
dərhal təslim olmaq əvəzinə özünə de ki, 10 dəqiqə gözləyəcəm. Bu 10 dəqiqə ərzində isə uzunmüddətli hədəfinizi, niyə bu istəyə yox deməyin vacib olduğunu düşünün. Çox vaxt bu kiçik fasilə istəyin gücünün azalmasına və ya diqqətin başqa daha faydalı bir şeyə yönəlməsinə kömək edir. Başqa bir güclü üsul isə öncədən öhdəlik götürməkdir. Yəni, hələ ki iradə gücün yerindəykən, gələcəkdəki o zəif anında səhv qərar verməyini çətinləşdirmək üçün addımlar atmaq. Məsələn, evə sağlıqsız qidalar almamaq ki, sonra istək gələndə əlinin altında olmasın və ya işə fokuslanmaq üçün diqqətini yayındıran proqramları müvəqqət olaraq telefonundan silmək. Bu, sanki indiki məninin gələcək məninə kömək etməsi kimidir. Onun işini asanlaşdırmaqdır. Gələcək mən demişkən, kitabda çox maraqlı bir məqam da var idi. Deyir ki, biz çox vaxt gələcəkdəki özümüzü sanki başqa bir insan kimi, yad biri kimi görürük. Ona görə də ona çox iş yüklüyürük. Onun daha enerjili, daha iradəli olacağını düşünürük. Bəli, bu da çox yayğın bir tələdir və problem yaradır. Çünki gələcək mənimizlə emosional əlaqəmiz zəif olanda, onun rifahı üçün bugün nədənsə imtina etmək bizə daha çətin gəlir. Ona görə də gələcək mənimizlə bu əlaqəni gücləndirmək vacibdir. Onu yad biri kimi yox, məhz özümüzün davamı, gələcəkdəki halımız kimi görməliyik. Bunu etməyin yollarından biri gələcəyi daha konkret, daha canlı təsəvvür etməkdir. Məsələn, gələcəkdəki hədəflərinə çatanda nələr hiss edəcəyini, həyatının necə olacağını detallı şəkildə düşünmək. Hətta bəzən gələcək mənimizə məktub yazmaq belə tövsiyə olunur. Bu, o əlaqəni gücləndirir və gələcək hədəfləri daha canlı, daha motivasiya edici edir. Seçimlərimizə, iradəmizə necə təsir edir? Bu da vacib məsələdir. Əlbəttə. McGonigal bunu sosial yoluxma adlandırır və bu çox güclü bir fenomendir. Artıq çoxlu elmi sübutlar var ki, piylənmə, siqaret çəkmə, hətta xoşbaxtlıq hissi belə sosial şəbəkələr vasitəsilə insandan insana sanki yoluxa bilir. Bunun bir bioloji səbəbi beynimizdəki güzgü neyronlarıdır. Biz başqalarının hərəkətlərini, emosiyalarını, hətta niyyətlərini müşahidə edəndə beynimizdə sanki eyni təcrübəni, eyni hissləri aktivləşdirən neyronlar işə düşür. Məsələn, başqası həzlə, iştahla nəsə yeyəndə bizim də beynimizdə oxşar həz mərkəzləri aktivləşir və bizdə də istək oyana bilər. Yaxud başqası stres keçirəndə biz də özümüzü narahat, gərgin hiss edə bilərik. Yəni, emosiyalar da yoluxucudur. Vay, deməli ətrafımızdakı insanların iradə gücü və ya əksinə zəifliyi bizə də birbaşa təsir edə yoluxa bilər. Tamamilə. Xüsusilə də bizə yaxın olan, hörmət etdiyimiz, özümüzə bənzətdiyimiz insanların təsiri daha güclü olur. Həmçinin sosial sübut prinsipi də çox güclü işləyir. Yəni, biz ətrafımızdakıların çoxunun müəyyən bir davranışı etdiyini görürüksə, istər bu yaxşı bir şey olsun, istərsə də pis, biz də onu norma kimi qəbul edirik və təqlid etməyə, uyğunlaşmağa daha çox meyilli oluruq. Mənbədəki o Kaliforniya enerji qənaəti təcrübəsi bunu çox gözəl göstərmişdi. İnsanları ən çox motivasiya edən şey nə ətraf mühiti qorumaq idi, nə də pul qazanmaq. Ən güclü motivasiya qonşuların əksəriyyətinin də bunu etdiyini bilmək idi. Bu həm də o deməkdir ki, əgər iradə gücümüzü artırmaq istəyiriksə, özümüzü oxşar məqsədləri olan, pozitiv, bizi dəstəkləyən insanlarla əhatə etmək çox faydalıdır. Mühit çox önəmlidir. Aydındır. Bura qədər əsasən iradə gücümüzü nəyin zəiflətdiyini və onu necə gücləndirə biləcəyimizi müzakirə etdik. Strategiyalara baxdıq. Amma mənbədə bir də məsələnin tam əksinə toxunulur. Bəzən problem iradə gücümüzün az olması deyil, əksinə, nə isə xüsusilə də öz daxili düşüncə və hisslərimizi həddindən artıq nəzarət etməyə, bastırmağa çalışmağımızdır. Bu necə olur? Bəli, bax bu McGonigal'ın toxunduğu çox vacib və biraz da paradoksal bir məqamdır. Yəqin o məşhur ağ ayı təcrübəsini xatırlayırsan, insanlardan xahiş edirlər ki, ağ ayı haqqında düşünməsinlər. Nə baş verir? Əlbəttə, hamı ancaq ağ ay haqqında düşünməyə başlayır. Elədir. Buna psixologiyada ironik geri dönüş, ironic rebound deyilir. Yəni, bir düşüncəni və ya bir hissi zorla beynimizdən qovmağa, onu bastırmağa çalışmaq, əksinə onun daha çox yada düşməsinə, daha güclü olmasına səbəb olur.
Mənfi düşüncələri, mən bacarmayacağam, narahatlığı, nəsə pis olacaq, qida və ya başqa maddə istəklərini, şokolad yemək istəyirəm, zorla bastırmağa çalışmaq çox vaxt əks effekt verir, onları daha da gücləndirir və nəzarəti itirmə riskini artırır. Çox qəribədir. Bəs onda nə etməli? Əgər bu xoşagəlməz düşüncələri, istəkləri boğmaq işə yaramırsa, hətta əksinə işləyirsə, çıxış yolu nədir? Onlarla necə davranmalıyıq? Çıxış yolu ilk baxışda qəribə və hətta əksinə səslənsə də qəbul etməkdir. Amma bu təslim olmaq, o düşüncəyə inanmaq və ya o istəyə uyğun hərəkət etmək demək deyil, qətiyyən. Bu sadəcə olaraq o istənməyən düşüncənin və ya hissin varlığını qəbul etmək, onunla mübarizə aparmamaq, ona yaxşı, sən burdasan, görürəm səni deməkdir. Onun gəlib keçici olduğunu, sənin özün olmadığını anlamaqdır. Onlara inanmaq və ya onlara uyğun hərəkət etmək məcburiyyətində deyilsən. Sadəcə onların zehnində bir müddət olmasına icazə verirsən, onlara müqavimət göstərmirsən. Bu yanaşma, məsələn, narahatlıq pozuntuları, depressiya, xroniki ağrı və ya asıllıqların müalicəsində getdikcə daha çox istifadə olunan bir metoddur. Acceptance and Commitment Therapy kimi. Praktik bir texnika da var. İstəyin üzərində sörf etmək, surfing the urge adlanır. Güclü bir istək gəldikdə onunla döyüşmək və ya diqqəti başqa yerə yönəltməyə çalışmaq əvəzinə, onu maraqla kənardan bir müşahidəçi kimi izləyirsən. Bədənindəki hissləri, məsələn, gərginlik, həyəcan, ağlındakı düşüncələri mütləq etməliyim, qəbul edirsən, istəyi bir okean dalğası kimi təsəvvür edirsən, necə yavaş-yavaş yüksəlir, zirvəyə çatır və sonra təbii olaraq necə sönməyə başlayır. Bu mübarizə aparmadan müşahidə etmək prosesi çox vaxt istəyin gücünü təbii şəkildə azaldır və onun öhdəsindən gəlməyə kömək edir. Deməli, bəzən güc nəzarət etməkdə yox, əksinə qəbul etməkdə və müşahidə etməkdədir. Çox dərin fəlsəfədir əslində. Beləliklə, deyəsən iradə gücü adlı bu mürəkkəb və maraqlı səyahətimizin sonuna yaxınlaşırıq. Çox fərqli aspektlərə toxunduq. Gördük ki, iradə gücü təkcə möhkəm olmaq, dişini sıxmaq deyil, həm də biologiya ilə, beyinlə, stresslə, yorğunluqla, psixoloji tələlərlə, sosial təsirlərlə və hətta öz daxili düşüncə və hisslərimizi idarə etmə tərzimizlə bağlıdır. Bəli, dopamin yalanı kimi tələləri gördük, stresin necə böyük düşmən olduğunu anladıq, mənəvi lisenziyalaşdırma, cəhənnəməki effekti kimi tələləri tanıdıq, sosial təsirlərin gücünü gördük və düşüncələri bastırmağın necə əks təsir verə biləcəyini öyrəndik. Amma eyni zamanda çox praktik, işə yarayan alətlər də əldə etdik. Yavaş tənəffüs, 10 dəqiqə qaydası, özünə şəfqətin inanılmaz gücü, gələcək məni ilə əlaqə qurmaq, sosial dəstəkdən istifadə etmək və bəzən də sadəcə istəkləri qəbul etmək, onlarla sörf etmək. Bütün bu elmi tapıntılardan, strategiyalardan çıxan əsas ümumiləşdirici nəticə nədir səncə? Mənim üçün ən çox qalan məqam özünü müşahidə etmə bacarığının, yəni özünü tanımağın, fərqində olmağın əhəmiyyəti oldu. Avtomatik rejimdə yaşamaq, avtopilotda qərarlar vermək əvəzinə bir anlıq dayanıb nə etdiyimizi, niyə etdiyimizi, hansı daxili və ya xarici təsir altında olduğumuzu, hansı tələyə düşə biləcəyimizi anlamaq cəhdi. Həqiqətən nə istədiyimizi bilmək. Tamamilə razıyam. Özünü dərk etmək, fərqində olmaq, bu bəlkə də ən güclü iradə gücü alətidir. Çünki bu bizə seçim anında, o çətin qərar anında daha ağıllı, daha şuurlu hərəkət etmə imkanı verir. Bəlkə də əsl iradə gücü daxilimizdəki o müxtəlif mənləri, o ibtidai ani həzz axtaranı, o məntiqli plan quranı, o sosial təsirlərə açıq olanı, indiki məni, gələcək məni bir-birinə qarşı qoymaq və ya hansısa birini zorla susturmaq deyil, bəlkə də əsl güc onları anlamaq, qəbul etmək və hamısını öz dərin dəyərlərimizlə, həqiqətən kim olmaq istədiyimizlə uyğunlaşdırmaqdır. Bu davamlı bir prosesdir. Asan deyil, amma mümkündür və mükəmməl olmaq tələb etmir. Çox gözəl yekunlaşdırdın. Bugün səninlə bölüşdüyümüz bu fikirlər, bu strategiyalar haqqında düşünməyə həqiqətən dəyər. Bəlkə də bu müzakirədən sonra özünə verəcəyin ən maraqlı, ən vacib sual budur.
Daxilimdəki bu daimi mübarizəyə, bu rəqabət aparan səslərə təkcə nəzarət etməyə çalışmaq əvəzinə, həm də biraz daha çox anlayış və şəfqətlə yanaşmaq mümkündürmü? Və bu yanaşma uzun müddətli perspektivdə daha dayanıqlı, daha mənalı bir həyat qurmağın yolu ola bilərmi? Bu haqda düşünmək üçün sənə biraz vaxt veririk. Sağ ol.